Evet efendim, Bahtiyar Vahapzade'nin Ev Müzesi'ndeki yolculuğumuz devam ediyor ve şu anda çok kıymetli bir isimle birlikte Azerbaycan'ın kadim şehri Şeki'deyiz ve Bahtiyar Vahapzade'nin Ev Müzesi'nde müze direktörümüz sevgili Elşen Bey ile birlikte sohbetimize devam ediyor olacağız. Elşen Bey, efendim aslında güzel bir mısra, güzel dizelerle bu sohbeti başlatmak istiyorduk. Sizin içinizden nasıl gelirse bu başlangıcı siz yapabilirsiniz. Sizin için en uygun olan, en çok benimsediğiniz güzel bir şiirle başlayabilirsiniz. Çox xoş gəlmisiniz. Gəlişinizə çox sevindim. Sizin gəldiyiniz bu məkan Şəkinin ən qədim, həm də ən böyük tarixi məkanlarından biridir. Yuxarıda yerləşdiyinə görə Yuxarıbaş məhəlləsi deyərlər. Elə Şəkinin qədim UNESCO-ya daxil olan hissəsi də Yuxarıbaş məhəlləsi adlanır. Yuxarıbaş qoruq ərazisi. Unudulmaz şairimiz Bəxtiyar Vahabzadə 1925-ci ildə bax bu yurtda dünyaya göz açmışdır. Yuxarıbaşın qədim bir yurt yerində. Bura Bəxtiyar Vahabzadənin dədə yurdudur. 1968-ci ildə bir şeirdə, balaca bir şeirdə bu yurdu belə təsvir etmişdi. Şəkidə məhlə var, nə qədər desən, dünyaya göz açdım Yuxarıbaşda. Bir göz evimizdə nə desəm vardı. Taxça aşağıda, Buxarıbaşda. Çıxdı ağıllığım mənim o yurtdan, amma uşaqlığım Yuxarıbaşda. İndi mən həsrətəm o doğma yurda, odu ürəkdədir, Buxarıbaşda deyən şair 9 yaşına kimi burada yaşamışdır. 9 yaşından sonra o dövrün ictimai siyasi hadisələri ilə əlaqədar Bakıda yaşamışdı. Ailəsi ilə birlikdə Bakıya köç etmişlər. Bu il Bəxtiyar Vahabzadə anadan olan 100 il bitdi. Hörmətli prezidentimiz hələ fevral ayında sərəncam imzaladı ki, Bəxtiyar Vahabzadənin 100 illiyi qeyd olunsun. TÜRKSOY da eyni ilə sərəncam imzaladı və çox silsilə tədbirlər keçirildi. Bu il muzeyimizə dünyanın 57 ölkəsindən qonaq gəlib. 12.360 nəfər gələn qonaqların sayı olub. Çox silsilə tədbirlər keçirildi. Həm Gəncədə, həm Bakıda, həm Sumqayıtda, həm Qəbələdə, Şamaxıda, Şəkidə çox silsilə konferanslar keçirildi. 3 dəfə konferans, bir dəfə simpozium keçirildi və birinci dəfə Şəkiyə bütün türk dövlətlərinin səfirləri gəldi. Nə qədər Kipirdən tutmuş, həm Kipirin səfiri, Türkmenistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, bütün baxımsız türk dövlətlərinin səfirləri Bakıda iştirak Şəkiyə gəldilər və Şəki çox yüksək tədbirlərə, çox yüksək görüşlərə ev sahibliyi elədi. Evet. Hərdən düşünürəm özümə. Neçə il yaşamaq istəyirəm mən? 100 il, 200 il, 300 il, 500 il, 1000 il, milyon il. Sonu olan ömrü istəmirəm mən. Çıxaydım zamanın çərçivəsindən demiş Bəxtiyar Vahabzadə. Və bu 100 illik silsilə tədbirlərdə sanki zamanın çərçivəsindən çıxdı, özünün dediyi kimi. Ölümsüzlüyə qovuşdu. İnsan var ki 94 yaşı var, 95 yaşı var, heç doğmaları da qapısını açmır. Amma Bəxtiyar Vahabzadənin dədə yurdundakı bu ev muzeyi səhər 9-dan axşam yayda 9-a qədər gələn müsafirlərin sevə-sevə ziyarət elədiyi bir məkandır. Deməli, Bəxtiyar Vahabzadə özü yoxdur, yoxluğunu yaşayır. Muzeyi ilə yaşayır, qoyub getdiyi böyük bir məktəb olan kitabları ilə yaşayır. Hər bir xırda detalları olan eksponatları ilə yaşayır. Ona görə yazmış ki, sonu olan ömrü istəmirəm mən. Evet, çok da manalı. Efendim ben şairimiz Bahtiyar Vahapzade Efendi ile birlikte olan ve sizin hiç unutamadığınız bir anıyı sizden dinlemek isterim. Bəxtiyar Vahabzadə ilə 36 ildən artıq əlaqələrimiz olmuşdu. Hələ özü sağlığında istəyirdi ki, nə vaxtsa ev muzeyi olanda mən orada direktor olum. Yəni bütün bunlar sizə bayaq göstərdiyimiz məktublarda da öz əksini tapır. Mən çox sevinirəm ki, unudulmaz şairimiz, Türk dünyasının böyük şairi, filosof şairin, ədəbiyyatşünas alim olub Bəxtiyar Vahabzadə, dramaturq olub. Belə bir şəxsiyyətin, Türk dünyasının, bütün dünyanın sevdiyi bir şəxsiyyətin ev muzeyinin direktor olmaq
və onunla sağlığında uzun illər dostluq eləmək, o məktubları ki mənə yazıb, orada çox qiymətli sözlər var və mən fəxr edirəm ki, bu gün Bəxtiyar Vahabzadənin ev muzeyinin müdiriyəm. Evet. Yani direktörüyəm. Evet. Sizin de belki bu gerçekten ulaşılması gereken bir hayal gibiydi ve bu hayal gerçekleşmiş. Gerçəkləşmiş oldu. Efendim vakit ayırdığınız için çok teşekkür ediyorum. Çok Eklemek sağ istediğiniz olun. son sözleriniz varsa Şimali Kipir'e demek istediğiniz ve Şimali Kipir halkına yollamak istediğiniz mesajlarınız varsa alabiliriz. Analar müdürük dədələrimizdən, zərif, incə qızlarımızdan, igid oğlanlarımızdan, kövrək analarımızdan Kipir ellərinə, sizin vasitənizlə bütün Türk dünyasına Bəxtiyar Ocağından salamlar olsun. Çok sağ olun. Sağ olun. Minnettarız. Mən də.